Türkiye Prezidenti Recep Tayyip Erdoğan mayın 15-də Ankarada Ukraynalı həmkarı Volodymyr Zelenski ilə görüşüb. Mətbuata qapalı keçən danışıqlar çərçivəsində bir sıra maraqlı məqamlar yaşanıb. Əvvəla Türkiyə tərəfi sözügedən görüşü Rusiya-Ukrayna müharibəsi kontekstində baş verənlərin hərtərəfli müzakirəsi üçün fürsət adlandırıb. Ukrayna Prezidenti Volodymyr Zelenski isə Ankara səfərini Rusiyalı həmkarı Vladimir Putin üçün mesaj kimi qiymətləndirib. Hətta o, jurnalistlərin Vladimir Putinə mesajının olub-olmamasına dair sualına belə cavab verib. Mən buradayam. Düşünürəm ki, bu çox aydın bir mesajdır. Daha bir maraqlı məqam isə Zelenskinin Türkiyəyə çatanda təyyarənin pilləkənlərindən enməsi zamanı yaşanıb. Onun pilləkənlərdən enərkən büdrəməsi diqqət çəkib. İndi isə gələk əsas məqama. Türkiyədə iştirakı gözlənən liderlərdən biri ora gəlməkdən imtina edib. Söhbət Vladimir Putinlə gedir. Kreml də hazırda Putinin İstanbul səfəri kimi planlarının olmadığını açıqlayıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump isə bunu belə izah edib. Əvvəlcədən təxmin etmişdim ki, mən İstanbula getmədiyim üçün Putin də görüşdə iştirak etməyəcək. Qeyd edək ki, İstanbul görüşünə Rusiya və Ukraynanın dövlət rəsmiləri qatılıb. Antalyada isə NATO Xarici İşlər Nazirləri Ukrayna probleminin həlli ilə bağlı müzakirələr aparıb. Zelenskinin sözləri ilə desək, hazırki formatda əsas müzakirələr elə Ankarada, onunla Erdoğan arasında aparılır. Çünki Rusiyanın İstanbula göndərdiyi nümayəndə heyəti münaqişənin dayandırılması ilə bağlı qərar verəcək mandata sahib deyil.